Stilistlər sizin probleminizi həll edə bilərmi? Bəli, amma yalnız o halda ki, siz özünüz probleminizin nədən ibarət olduğunu anlayırsınız. Stilist sehirbaz deyil. O artıq konkret sorğunuz olduqda, amma sizdə baxış təcrübəsi, struktur və ya kənardan obyektiv fikir çatmadıqda kömək edir. Əgər geyinəcək heç nə yoxdur, amma qarderob doludur, çox güman ki, problem geyimlərin sayında deyil, onların bir-biri ilə uyğunlaşmamasındadır. Stilist elə bir sistem qura bilər ki, geyimlər nəhayət işləməyə başlasın, sadəcə aslı qalıb istifadəsiz qalmasın. Əgər sizə nə yaraşdığını anlamırsınız, bu da həll olunan məsələdir. Stilist sizə hansı siluetlərin, uzunluqların, parçaların, rənglərin və ümumi stilin sizə daha uyğun olduğunu görməyə kömək edir. Əgər daha bahalı, səliqəli və ya müasir görünmək istəyirsinizsə, burada da stilist faydalıdır. Çox vaxt məsələ büdcədə deyil, detallardadır. Oturuşda, proporsiyalarda, kombinlərdə, ayaqqabıda, aksesuarlarda və obrazın nə qədər bütöv görünməsindədir. Əgər spontan alış-verişdən bezmisinizsə, stilist sizə həm pula, həm də əsəblərə qənaət etməyə kömək edə bilər. Çünki alış-veriş azalır, amma onların faydası artır. Siz artıq sadəcə gözəl olanı yox, həqiqətən həyatınıza uyğun olan geyimləri seçməyə başlayırsınız.